Azərbaycanda yaşayırsınızsa, hər gün təzə bir şeylə qarşılaşacaqsınız. Bu səfər başımıza gələn hadisə 1997-ci il təvəllüd olan bir qadın müəlliməsini 10-cu sinif uşağı Bu hadisə İdraç liseyində olub. Gəlin hadisənin necə baş verdiyini şahidindən dinləyək. Necə baş verib hadisə? Hadisə işte götürdü müəllimə güllələdi. Nə gülləsi? İşte götürdü avtomat sonra yerə atdı. Mən qalxızım bilmədim nə baş verdi. Birinci sinifdə oldu hadisə? Ya. Mən 8-ci sinifdə o Bəs nə sizə vurdu? Nə dedi? Əvvəl nə dedi sizə? Bilməm, çox sıxırdılar ama onu yiyor. Sonra götürüb avtomatı yerə atandan sonra Hansı avtomat idi? Görə bilmirəm. akayır. Mən başa düşməm, avtomatı verdim ona. Ondan sonra götürdü. O uşağın nəsə problemi var idi, qardaş müəllimə. Əvvəlcədən sıxırlar o məktəbdə. Hadisədə Ona əmin deyiləm. Mən koridordan avtomat gördüm. adı nə idi şagirdin? Şagirdim bilmirəm. Bəs müəllimə problemi var idi müəllimə şagirdə. Uşaqla müəllimə necə müəllimədir? Uşaqla müəllimə necə müəllimədir? Mənim müəlliməm deyiləm. 10-cu sinif şagirdi atasının ov silahı ilə rahat məktəbə girib, bu hadisənin törətməsi çox rahat olub. O böyüklükdə ov silahı ilə necə rahat məktəbə girdiyi hər kəsə çox maraqlıdır. Tat 6 fevral 2026-cı il tarixində Binəqədi rayonu İdraç liseyindən təcili tibbi yardım briqadası vasitəsilə kliniki tibbi mərkəzi hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs üzərində boyun nahiyəsində yağ cismin xaric edilməsi əməliyyatı uğurla icra olunub. Aparılmış diaqnostik radioloji müayinələrdən sonra boyun nahiyəsində çoxsaylı yağ cisimlər aşkar olunub. Xəstə dərhal cərrahi əməliyyata qəbul olunub. Əməliyyat fəsadsız başa çatıb. Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Həyatı üçün təhlükə yoxdur. Şükür Allah ki, həyat təhlükəsi yoxdur. İndi belə bir hadisə baş verdi. İkinci dəfə belə bir hadisənin baş verməməsi üçün əllərindən gələnləri etməlidirlər. Əllərini sallaya-sallaya məktəbə silah yetirmək yoxlanışın olmamağı deməkdir. TV müsahibata deyib ki, həmin şagird son günlərdə bir neçə dəfə müəllimi tərəfindən sıxışdırıldığını, bundan bezdiyini və onu güllələyəcəyini deyib. Bəzi iddialara görə isə müəllimi güllələyən şagird kompüter oyunlarına maraq göstərib. Onun bu hadisəni də həmin oyunların təsiri altında törətdiyi ehtimal olunur. Fisiologunda hər silah oyunu oynayan gedib adam güllə. 4-5 ildir silah oyunu oynayıram, heç ağlıma silah götürüb kiməsə güllə fikri gəlməyib. Yəni 10-cu sinif şagirdinin də öz düşüncəsi olur. Oyunun təsirinə düşmə düşüncəsi doğru gəlmədi. Gəlin indi müəllimənin atasının danışığına baxaq. Hazırda qızınızın səhhəti necədir? Normaldır, stabildir. Şükür Allaha hər şey qaydasındadır. Bu gün də palataya köçürüləcəkdir. Həm təbib işçilərinə, həm də liseyin direktoruna öz təşəkkürümü bildirirəm ki, nə lazımdır müalicəsi üçün. Müalicəsi üçün nə lazımdır, əlinə gələn köməklikləri eləyirlər. Necə keçdi əməliyyat? Nələr baş verdi? Uğurlu keçdi, yaxşı keçdi. Şükür Allah, hər şey qaydasındadır. Bədənində boyun hissəsində 16 dənə qırma var idi. Bu qırmanı çıxardıblar. İndi səhhət üçün heç bir problemi yoxdur. Hər şey qaydasındadır. Bir də mən onu demək istəyirəm ki, kim bildi, bilmədi, sosial şəbəkədə nə gəldi yazırlar, hadisənin prokuroru rəsmi olaraq açıqlama da verər. Allah şəfa versin. Çox sağ olun, çox sağ olun. Axırımız hara gedir bilinmir. İnşallah belə hadisənin bir daha baş verməməsi üçün əllərindən gələnləri edərlər. İndi yorumlara baxıram, yorumlarda yazırlar ki, müəllimə nə edib ki, uşaq bu hadisəni görüb. Müəllimə maksimum nə edə bilər ki, uşaq bu hadisəni görsün? Bu necə düşüncədə həqiqətən mənə çatmır. Belə düşünən insanların həqiqətən də xəstəxanaya yatılmalıdır. Yəni həqiqətən sizə deyəcək sözüm yoxdur. Nəysə dostlar, video buraya qədər idi. İnşallah bir daha belə bir hadisə ilə video atmaram. Gələn səfər o qədər yaxşı bir şey olsun ki, onun haqqında video çəkim atım. Video buraya qədər idi. Yeni videoda görüşərik. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.